Azərbaycan Dövlət Kukla Teatrının keçmiş quruluşçu rejissoru Səidə Haqverdiyeva xüsusi ittiham qaydasında məhkəməyə verilib. Hazırda həbsdə olan hakim Elsun Əhmədovun qardaşı Əfsun Əhmədov və həyat yoldaşı aktrisa Nərmin Əhmədova onun cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər. Səidə Haqverdiyevanın vəkili Asim Abbasov bildirib ki, hazırda şikayət ərizəsində bir sıra nöqsanlar olduğundan onların aradan qaldırılması üçün məhkəmə prosesləri bir neçə dəfə təxirə salınıb. Səidə xanım mətbuatdakı çıxışında Nərmin Əhmədova haqqında fikirlərini bildirib. Həmçinin bəzi media subyektləri özləri Nərmin Əhmədovanın həyat yoldaşı Əfsunun Mədəniyyət Nazirliyi ilə əməkdaşlığı haqqında araşdırmalar edib məlumatlar yayıb. Onun fəaliyyəti haqqında edilmiş araşdırmaların bizə hər hansı aidiyyatı yoxdur. Nərmin və Əfsun Əhmədovlar Səidə Haqverdiyevanın Cinayət Məcəlləsinin 147.2 böhtan və 148 təhqir maddələri ilə təqsirləndirilməsini istəyiblər. Şikayət Yasamal rayon məhkəməsinin hakimi Orxan Məmmədovun icraatına verilib. Məhkəmə iclasları 2 dəfə təxirə salınıb. Qeyd edək ki, maddələr üzrə təqsirli bilinən şəxslər azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasına məhkum edilə bilərlər. ANS telekanalından Böyük Seva kimi tanınan jurnalist Seva Həsənova müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə Respublika Neyrocərrahiyyə Xəstəxanasından Qafqaz İnfoya bildirilib. 1970-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən o, fevralın 17-sində ambulator müalicə üçün evə buraxılıb. 55 yaşlı şəxs fevralın 2-sində 12-10 radələrində Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub. Zəruri instrumental diaqnostik müayinələrdən sonra fevralın 6-sında pasiyent üzərində sağ tərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı icra olunub və müalicəsi baş beyin neyrocərrahiyyəsi şöbəsində davam etdirilib. Məlumatda qeyd olunub.